Aha, davam edirik 32-ci sualdan. Paraphrase istəyir bizdən, yəni cümləni dəyişəcək, amma mənanı dəyişməyəcək. She refused the job after politely. Elə bil, kimsə mənə bir söz deyir, mən də gəlib onun sözünü çatdırıram, amma nöqtə vergül çatdırmıram da. O, məsələn, mən ondan incimişəm dedisə, mən gəlirəm deyirəm ki, o deyir ki, mən filan kəsdən küsmüşəm. Yəni, incimişəm sözünü, küsmüşəm sözü ilə əvəz edirəm. Eyni şeydir də. O, filan kəs deyir ki, məsələn, mən imtahandan kəsildimi? Mən gəlirəm onun sözünü başqasına çatdıranda deyirəm, o dedi ki, mən imtahandan keçmədimi? Yəni, keçmədim, kəsildim, eyni şeydir də. Sözü dəyişirəm, amma cümləmin mənası dəyişmir. Mən onun sözünü gedib başqa cür çatdırmıram, olduğu kimi çatdırıram. 32-də deyir ki, iş təklifini o rədd elədi, amma politely, nəzakətli şəkildə rədd elədi. E variantında deyir ki, çox pul tələb elədi, daha çox pul. Xeyr, əksinə, mədəni şəkildə iş təklifini rədd edib. D variantında təklif haqqında düşündü, düşünməyib, mədəni şəkildə ləğv eləyib, rədd eləyib. C variantında mübahisə elədi menecerlə. Axı, burada politely olduğunu vurğuluyur. Qəbul elədi, heç bir tərəddüd belə eləmədən. A variantı isə deyir ki, o istəmədi işi və dedi, no kindly. Kindly sözü dırnaq içərisində yazılsaydı, no sözü dırnaq içərisində yazılsaydı daha yaxşı olardı və sanki burada elə çıxıb ki, mehriban olmayan şəkildə dedi bunu. Xeyr, yəni said no kindly. Mehriban şəkildə yox dedi. Zaten o birlərinin tərcüməsinə baxanda bu rahat şəkildə anlaşılır ki, mehriban şəkildə xeyr dedi. 33-də deyir ki, onun əl yazması tamamilə readable. Baxın, read sözün kökünə baxın, readable. Readable nədir? Oxunula bilən. Əl yazması oxunula bilən olardı. Əl yazması görülə bilməyən, görülə bilən, məntiqi, nə bilim, illegible. Bunlar ola bilməzdi. Əl yazısı tamamilə oxunulur vəziyyətdə idi. Deyə bilərəm. 34-də isə deyir, bu, məsələn, belə bir cümlə verilibsə, burada, məsələn, sizə şair nə demək istəyir? Burada nə demək istəyir sizə şair? Məqalə izah eləyir ki, necə evdə sadə texnikalardan istifadə eləyərək ərzağa, deməli, qənaət etməyi, ərzağı israf etməyi azalda bilər. Yəni, ərzağı qənaəti necə eləyək evdəki sadə üsullarla? Bu mətn bizə nə verir? Bu bizə məlumat verə bilər. Bizi əyləndirməyəcək, bizi mühakimə etməyəcək, tətildən söhbət getmir, insanları criticize, tənqid eləyir. Tənqiddən söhbət getmir. Sadəcə deyir, bir məqalədir. Həmin məqalədə yazılıb ki, evdəki üsullarınla necə yeməyə azalda bilərsən, buna qənaət edə bilərsən. Bu mətndən biz nə anlaya bilərik? Ancaq biz anlaya bilərik ki, bizə məlumat verdi. Nəsə barədə bizi məlumatlandırdı da, bizi niyə təhqir eləsin ki, tənqid eləsin ki və yaxud da nida cümləsi. Nida cümləsində E variantından başlayaq. Baxın, children sayılan isimdir. Sayılan isimlə E artikli işlənə bilməz. Burada little sözü a little sayılmayan isimlə işlənməlidir. Quantifiers məsələsi deyil. Bu sifətdir. Balaca uşaqlar deyə bilərəm. Məsələn, burada what little children they are olsaydı düz olardı. Biz deyə bilməzdik ki, burada little sayılmayanla işlənməlidir. Children'la verib deyə mən çıxıram. Xeyr, children'la işlənə bilər. Yəni, hətta a little child, balaca uşaq da deyə bilərəm. Yəni, bu balaca mənasında düzgündür cəm isimlə işlənməyə və yaxud sayılan isimlə işlənməyə. Sadəcə burada article məsələsi səhv idi. D variantında how delicious tastes it taste olmalıdır. Yəni, mübtəda ardıca xəbər olmalıdır. Xəbər niyə keçib ki, mübtədanın qabağına? C variantında səhv olan şey nədir? Dear sözü, maral, təki cəmi eyni olan isimdir. Bunu biz necə fərqləndirirdik təki ilə cəmin? Deyirdik ki, əgər xəbəri təkdədirsə, deməli bu təkdir. Əgər təkdədirsə, o zaman bunun artiklı da lazımdır da bizə. What a beautiful dear it is olmalıdır da, nə gözəl maraldır. Yəni, burada dear sözünün artiklı yoxdursa, o zaman mən məntiqən belə başa düşürəm ki, bu dear sözü cəmdədir. Cəmdirsə, bunun niyə görə bərabər olduğu əvəzli zey deyil də itdir? Niyə xəbər izdir? Ona görə də C variantı da yanlışdır. A variantında isə scenery sözü view sözünün sinonimidir. İkisi də mənzərə deməkdir. Fərqləri budur ki, view sözü sayılan isimdir. What an amazing view, this is deyə bilərdim. Amma scenery sayılmır deyə onunla artikl verə bilmirəm. Cavab qalır B variantı. B variantında heç bir səhvlik yoxdur. Baxaq. How-nu vermişəm. Səhvdir. Bu test özü səhvdir. Çünki how-dan sonra he gələ bilməzdi. Baxın, testin özü quruluşu səhv olur. Burada how-dan sonra fastı verməliydim. How fast he runs olmalıydı. Necə sürətli o qaçır. Yəni, burada
tamamilə doğru olardı ki, how-dan sonra zərf gəlsin, sonra mübtəda xəbər gəlsin. Yəni zərfi axıra ata bilmərəm. Ona görə burada B variantı da yanlışdır. Yəni testdə ümumən düz deyilən bir şey yoxdur. Bu testi çıxaq. 36-da feel under the weather isə havanın altında hiss etmək, yəni belə dəqiq məna eləsək bu deməkdir də, havanın altı. Havanın altı nə deməkdir? Yəni boğulmaq kimi bir hiss verin bura. Boğulmaq, xəstə hiss etmək, özünü pis hiss etmək. To be sick, yəni xəstə olmaq deməkdir under the weather. Özünü pis hiss eləmək. Darıxmaq mənasında deyil. Ləzzət almaq, yorulmaq ya da çöldə qalmaq mənası deyil. Sırf bu xəstə olmaq mənasındadır. 37-də dialoqu biz qururuq sıra ilə. Baxın, mən deyirəm ki, tutaq ki, kiməsə yaxşıdır. D variantı ilə başlaya bilmərəm. Yəni, bu düzgün deyil. A variantına baxaq. Kimsə gəlir ki, mən telefonumu unutdum. Məsələn, baxın, elə A variantı ilə başlayam. Biz gecikəcəyik. B-də deyir ki, gəl taksi çağıraq. A-da deyir ki, telefonumu unutmuşam. C-də deyir ki, necə indi onlara zəng eləyəcək. D-də deyir ki, narahat olma, mən sənin üçün istifadə eləyəcəm. Yəni, A variantı düppədüz. B-də görə nə deyir? Telefonumu unutdum. Bu da deyir, necə onlarla əlaqə saxlayacaq? Kimlə? Bir cümlənin əvvəlində bir şey danışdı. Məsələn, A variantında biz artıq anladıq ki, bunlar gecikəcəklər deyə taksi çağırmalıdırlar. Taksi ilə necə əlaqə saxlayacağını soruşur. B variantında bunu anlamırıq biz. C-yə baxırıq. Birinci deyir ki, taksi çağırıq. Ola bilər, kimsə kiməsə deyir. A da deyir ki, telefonumu unutmuşam, okey. D də deyir ki, problem deyil, sənin üçün istifadə eləyərəm. C də deyir ki, sən necə əlaqə saxlayır? Day deyir də sənin üçün istifadə eləyərəm. Dalıyca bu sözü niyə desin? C belə başlayır. Necə əlaqə saxlayacaq onlarla? D variantı. Bir cümlənin əvvəli olsun bu sözü deyək də. E variantında da birbaşa deyir, telefonu unutmuşam. Bu da deyir, necə əlaqə saxlayacaq onlarla? Yenə eyni şey. Gərək biz bilək də onlar kimdir. 38-də bizdən düzgün modal istəyir. Düzgün modal burada 2 deyil. Çünki can, ümumiyyətlə modal feillərdən sonra feil, he-yə görə burada speaks ola bilməz. Olduğu formada gəlməlidir. He can speak, məsələn, belə. Ona görə 2 səhvdir. Should take-də problem yoxdur. Biri götürəcəyik. Deməli, bir yadda qalsın ki, biri götürürük. İndi baxırıq buradan davamına. Görək, modal feil burada hansı doğrudur? Don't need to əsas feildə. Əgər need köməkçi olsaydı, notu özünə yükləyərdi. Yükləməyibsə, deməli əsas feildə. 4 ola bilməz, bir düz idi. Mustn't forget də tamamilə doğrudur. Yəni, burada to-ya görə səhv kimi düşünməyin. Mustdan sonra gəlməyib. O to-nun mustaya aidiyyatı yoxdur. Deməli, bizim düzgün cavabımız 1-3-dür burada. 39-da hansı cümlə düzgündür deyir. She made me to sleep. Axı, biz bayaq dedik ki, made birinci qrup feildir. Özündən sonra to-lu feil gələ bilməz. See ikinci qrupdur. Ya run gəlməlidir, ya running gəlməlidir. Watch yenə də ikinci qrupdur. Ya ing gəlməlidir, ya dance gəlməlidir. C düzdür. Desəz ki, bəs D niyə səhvdir? Mən bayaqları dedim ki, was made passiv quruluşu olanda, passivdir də bu make. Passiv olanda to-lu feil istəyir. Ona görə də burada D variantı yanlışdır. Burada causative verilib. Qoddan sonra cansız gəldiyinə görə my house burada painted olmalıydı. Canlı gəlsəydi to verə bilərdim. Amma cansız gəldiyinə görə edli feil verməliydim, P2 verməliydim. Ona görə E-də səhvdir. 40-da subject predicate agreement-də uzlaşmadır. Noisy ilə həmişə xəbər tək olmalıdır. The number of-la tək olmalıdır. 2 nəfərlə tək olmalı deyil, cəm olmalıdır. Yəni lives you live olmalıdır. Çünki qardaşım və bacım onlar cəmdir də. Cəmlə də biz Z ilə live istəyərik, xeyr, Z ilə live deyərik. Ona görə düzgün deyil. Each of-la həmişə tək olmalı, D düzdür. $10 burada cəm olmağı siz çaşdırmasın, pul vahiddir, $10. Belə cümlələr, ifadələr deyə, ifadələr həmişə tək xəbərlə işlənir. Baxaq 41-ə. Definition istəyir bu sözün. Sinonimində belə deyək. Assist sözü nədir? Bunu ən yaxşı necə yadınızda saxlayın? Assistant sözündən. Assistant işdə nə edir? Müdirin işlərini görür. Yəni, onun köməkçisi adlanır. Düzdür. Məsələn, deyirlər ki, işdə assistanta ehtiyacım var mənim. Yəni, köməkçiyə. Misal, mən deyirəm, assistentə ehtiyacım var. Mənə kömək eləsin. Testləri hazırlasın. Nə bilim, videoları o editləsin və s. Başlayıram, məsələn, belə danışmağa. Yəni, assistant nə deməkdir? Köməkçi deməkdir. Yəni, birbaşa bu assist sözü help sözünün sinonimidir. Burada stil oğurlamaqdır, lead rəhbərliyidir, avoid kənarlaşdırmaq, harımda ziyan vurmaqdır. Baxırıq biz burada hansına, arada deyəsən buradadır, bir də 42, yox 42 elə buradadır. Deməli, 42-də deyir ki, purchase sözünün sinonimi nədir? Baxın, bu söz almaq deməkdir.
nə isə gedib mağazadan pulla almaq. Borc almaq demək deyil. Borc vermək, paylaşmaq, satmaq deyil. Bu sırf gedib pulumu verirəm, qələmi alıram. O mənadadır. B variantıdır. Burada da əsas ideyanı istəyir. Deyir, yeni metro açılacaq və bununla da səyahət vaxtı çoxlu hər gün minlərlə passenger üçün azalacaq. Yəni daha az vaxtda daha çox belə deyək, səyahət üçün vaxt azalacaq. Yəni belə deyək də, metro açılanda daha çox insan səyahət eləyə bilir də. İnsanlar yəni getdiyi yerə vaxtına qənaət eləyə bilir. Burada deyir metro unsafe-dir. Yəni təhlükəlidir. Niyə? Təhlükəsiz deyildir. Niyə ki, təhlükəli olsun ki metro? Burada o barədə danışmır ki. Çoxlu insanlar fayda əldə edəcək bu yeni xəttdən. Bəli. Burada insanların vaxtına qənaət eləməsindən söhbət gedir. Travel time vaxtı müddəti yəni azalacaq da. Yolda çox qalmayacaqlar, belə deyək. Trafik qalxacaq, metronun trafikə aidiyyatı var. Qatar bağlanılacaq servisi. Nə bilim, proyektdən imtina ediləcək, saxlanılacaq. Elə bir şeylər yox idi. 44-də deyir ki, yeni metroya görə sərnişinlər niyə görə xoşbəxtdilər? Çünki daha çox vaxt söhbəti var idi. Öz vaxtlarına qənaət eləyəcəklər. Ona görə də burada doğru cavab C variantıdır. Yəni, baha olacaqsa niyə sevinsinlər? Avtobus danışmadı. Qatar yavaş olacaqsa insanlar niyə sevinsinlər? Piyada gəzəcəklərsə niyə sevinsinlər? 45-ci testdə isə partidə artıq haradasa nəsə varsa it was-dan istifadə edə bilmərik. Plus isim cəmi olduğuna görə was-dan istifadə edə bilmərik. Cavab qalır A variantı ilə. Görək nə variantı? Məsələn, burada A variantı doğrudur. Partidə çoxlu adamlar var idi, vır. Hər kəs də xoşbəxt idi. A variantı doğrudur. Görək digərləri niyə görə yanlışdır? Digərləri niyə görə yanlışdır? Hə, ona görə yanlışdır ki, burada R verib, orada everyone var idi. Everyone-la R verə bilmərik. Ona görə səhv idi. Word də verə bilmərik. Ona görə səhv idi. Yoxsa uzlaşma və yaxud da cümlənin əvvəlinə insanlarla word tamamilə doğru idi. 46-cı sualda biz baxırıq ki, cümlə A ilə başlamalıdır. Hamısı A ilə başlayıb. I am, mütləq I am, sonra neverdir. I never am olmaz. I am never late, heç vaxt gecikmirəm. For the class. 4, 7, 6 olmalıdır. 2, 5, 1, 3 olmalıdır. 47-də isə problemi həll etməyin onlar yeni yolunu neynədilər? Şübhələndilər. Bu nə deməkdir ki? Rənclədilər, itirdilər, ixtira etdilər. Xeyr, ignor elədilər. Problemi həll etmək üçün yeni təklif olunan yolu rədd elədilər. İstəmədilər. Hit the books demişdik ki, elə bil ki, kitablara başımı vurmuşam, it vurmaqda axı. Yəni, o qədər oxuyuram ciddi şəkildə. Study seriously. Kitabları məhv eləmirəm, kitab almıram, kitab satmıram, oxumağı dayandırmıram. Əksinə, başımı vurmuşam kitablara, çox çalışıram deməkdir. 49-cu testdə, 49 və 50 sondur. 49-cu testdə deməli biz baxırıq nə deyir? Növbət deməli nə baş verdi səncə? He forgot to set his alarm. Alarmını unutdu qurmağı və səhərə qədər yatdı. Deməli o erkən oyandı. Xeyr, belə ola bilməz. Məktəbə gec çatdı, ola bilər. Avtobusa vaxtında çatdı, düz vaxtında yox. Yenidən yatağa getdi, nə əlaqə? Film izlədi, nə əlaqə? İnsan alarmı unudubsa qurmağı, o zaman gecikə bilər harasa. Bu doğrudur. 50-də isə bu sözlərin tərcüməsində get rid of nəyisə generallaşdırmaqdır. Fulfill doldurmaq, unfulfill əksinə doldurmamaq, yerinə yetirməmək, put off təxirə salmaq, postpone təxirə salmaq. Delay sözü var, o da təxirə salmaqdır. Burada deyir ki, onun ehtiyacı var. Gərək o neynəsin? Məsuliyyətlərin yerinə yetirsin və daha ciddiləşsin. Məsuliyyətlərin təxirə salsın, yerinə yetirməsin, imtina eləsin məsuliyyətlərindən, yəni onları rədd eləsin. Belə bir şey ola bilməz. Ona görə cavab D variantıdır.